Lüks təmir 5 otaq 250 kvadrat metrlik mənzil təqdim edirəm dəyərli izləyicilər. Hələ gəlin siz mənzilin panoramasına baxın. Keçək. Sahəsi 42 kvadrat metrlik geniş qonaq otağına, geniş pəncərələrindən birbaşa Heydər Əliyev mərkəzinə çox gözəl görüntüsü var. Axşam da, gündüz də görüntüsü bir başqa olur. Qonaq otağının yerində Kanada istehsalı parketdən istifadə olunub və təmirindən nə az nə çox 400.000 manatdan artıq pul xərclənib. Hətta buranı 6 otaqda adlandırmaq olar. Geniş belə bir hol hissəsində saysaq, daxil olaq mənzilin ən böyük yataq otağına, yəni master yataq otağına. Daxilində özünə məxsus hamam otağı, gördüyünüz bütün aksesuarları hamamda Qasemiya firmasına məxsusdur və nə mebellər görürsünüzsə, hamısı da qiymətə daxil olacaq. Belə bir yataq otağının, belə bir də qardırob otağı var dəyərli izləyicilər, ön hissəsində eyvanı var. Bura əslində 5-ci otaqdır. Ev sahibi qardırob otağı istəyib deyə yataq otağının daxilinə salıb. Onu da qeyd edim ki, mənzil çıxarışlıdır, yəni kupçası var. Keçək digər yataq otaqlarına. Bir daha geniş hol hissəsi, holundan keçirik yanaşı 2 ədəd yataq otaqlardır. Bura qız yataq otağı kimi istifadə olunur. Birbaşa baxır Koroğlu Rəhimov küçəsinə. Digər yataq otağı ön hissəsində vitraj pəncərəsi. Buradan da Koroğlu Rəhimov və Təbriz küçəsinə gözəl panoraması var. Evdə ümumi səs akustika sistemi ilə təchiz olunub. İkinci hamam otağı da hol hissəsində yerləşdirilib. Daxilində jacuzzi və onun tam yanında da çamaşır otağı, paltaryon, qurutma aparatı buradadır. Keçək isə mətbəx hissəsində görsədim. Sağ və sol istiqamətdə mətbəx mebeli yığılıb və tam mərkəzinə də mətbəxin adası, eyvan hissəyə çıxışı, Heydər Əliyev mərkəzinə də möhtəşəm panoraması. Mənzil funksionaldır və giriş qapısının yanında dolabı və yenə də qardırobu. Dəyərli izləyicilər, 250 kvadrat metr, möhtəşəm təmir, mebellərdə gördünüz. Kim üçün maraqlı varsa, gəlib yaxından da tanış ola bilər.